Uzun müddətdir Amerikada yaşayan tanınmış xanəndə Leyla Rəhimova aidiyyatı qurumlardan köməkli istəyir. İfaçı iddia edir ki, keçmiş həyat yoldaşı onu valideynlərini ziyarət etmək məqsədi ilə Bakıya gətirib. Lakin sonradan həyat yoldaşı ona və övladlarına aid olan sənədləri götürərək Amerikaya geri qayıdıb. Sənədləri istəyəndə isə itirdiyini deyib. İndi 3 övladı ilə Bakıda yaşayan xanəndə ciddi çətinliklə üzləşib. Leyla Rəhimova övladlarına sənəd almaq üçün aidiyyatı qurumlardan köməkli istəyir. Məşhur xanəndə müğənni Leyla Rəhimova 2016-cı ildə Amerika vətəndaşı olan idmançı Zaru Cəlzadə ilə ailə həyatı qurub. 7 il ailəli olan cütlük Amerikanın Minnesota və Virginia ştatlarında yaşayıblar. Bu nikahdan onların 3 övladı dünyaya gəlib. 2 qız və 1 oğlan övladı olan cütlük 2023-cü ildə Azərbaycana qonaq gəliblər. Bizdə müəyyən bir söhbətlərdən sonra təbii ki, boşanma oldu. Boşanma Azərbaycanda baş verdi. Amerikada mənə elə gəlir ki, hələ də nikahda varıq. Onu dəqiq deyə bilmərəm. Bir müddət sonra isə Zaru Cəlzadə həyat yoldaşına məxsus qrin kardı və övladlarının sənədlərini götürərək Amerikaya geri qayıdıb. İndi Amerika vətəndaşı olan 3 uşaq Azərbaycanda heç bir sənəd olmadan yaşayırlar. Uşaqlarımın doğum haqqında şəhadətnaməsini heç olmasa və mənim qrin kartımı burada necə deyim, bərpa etmək üçün, almaq üçün müraciət eləyirəm. Keçmiş yoldaşıma müraciət eləyəndə mənə dedi ki, sənədləri itirmişəm. Mən çox istəyərdim ki, mənə kömək olsunlar. Çünki burada bilirsiniz, Azərbaycanda uşağımın hansısa bir səhhətində problem olanda və yaxud da bir başqa bir səbəblərə sənəd mütləq lazımdır. Bu mənim uşağım demək olar ki, havadadır. Tanınmış xanəndə qarşılaşdığı problemlə bağlı aidiyyatı dövlət qurumlarından və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən köməklik istəyir. Xarici İşlər Nazirliyindən təbii ki, Amerika Birləşmiş Ştatlarının buradakı səfirliyinə müraciət etmək istəyirəm ki, mənim uşaqlarımın dokumentini, təbii ki, mənim də qrin kartım var, onu istəyərdim ki, mənə yardım etsinlər, mən onları əldə edim. Məsələ ilə bağlı Leyla Rəhimovanın keçmiş həyat yoldaşı Zaru Cəlzadə ilə əlaqə yaratmaq istəsə də mümkün olmadı. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən isə bildirildi ki, məxfilik haqqında qanunvericiliyə görə biz konkret şəxslər və onların konsulluq işləri barədə suallara cavab verə bilmirik. Səfirliyin konsulluq şöbəsinin Amerika vətəndaşlarına xidmətlər bölməsi Azərbaycanda yaşayan və ya ölkəyə səfər edən Amerika vətəndaşlarına konsulluq yardımı və xidmətləri göstərir. Diana Cəlali, Spice xəbər.